Bakı, Sumqayıt, Gəncə və Qarabağ. Paşinyan. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Ermənilərin Qarabağa qayıdış məsələsi gündəmə gətirilməməlidir. Axaras Teleqrafa isnadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Ermənistan Bakı, Sumqayıt, Gəncə və Qarabağı tərk edən ermənilərin geri qayıtması məsələsi gündəmə gətirilməməlidir. Çünki buna güclü prinsipi ilə cavab verilə bilər. Baş nazir qeyd edir. Nikol Paşinyan bu iddianı Qarabağ ermənilərinə qarşı cinayət adlandırır. Bugün Qarabağ ermənilərinin Ermənistanda məskunlaşması üçün milyardlarla pul xərcləyirik. Amma üçbaşlı müharibə koalisiyası Qarabağ Ermənistanı qıcışdırmaq üçün hər şey edir. Ermənistan rəhbəri vurğulayıb. Paşinyan əlavə edib ki, ermənilərin Ermənistandan başqa kənarda vətənləri ilə dövlətləri yoxdur. Vətən dövlətdir və dövlətdən kənarda vətən yoxdur. Eyni məntiqlə Ermənistan da başqaları üçün vətən hesab edilə bilər. Ermənistan Baş naziri Qarabağ məsələsini birdəfəlik bağladığı fikrini bir daha təkrarlayıb.